3 yumurta, 1 stəkan şeker, 1 paket vanil. Mikser ile karıştırırım. 1 stəkan süt, stəkan yarısından duru yağ. Ərzaqların dəqiq miqdarını postun altında qeyd edəcəm. 2 stəkan un, 1 çay qaşığı qabartma tozu. Duru xəmir olur. 2 xörək qaşığı kakao, 2 xörək qaşığı su qarışdırırıq. Xəmirimizin yarısını kakaola edirik. Qabımızı yağlayırıq. Tam ortadan stəkan qoyuruq və xəmirimizi hər iki tərəfdən əlavə edirik. Əvvəlcədən isitdiyimiz 180 dərəcəlik sobada 35-40 dəqiqə bişiririk. Bişir soyduqdan sonra stəkanı çıxardırıq. Şeker pudrası əlavə edirik. Dadlı reseptlər üçün izləmədə qalın. Hazırlayacaq olanlar əvvəlcədən nuş olsun. İzlədiyiniz üçün təşəkkürlər.